Salam əziz dostlar. Namazın tərcüməsinin davamını edirik inşallah. Təkbirətül ehramdan sonra, yəni niyyət edib təkbir deyəndən sonra həmd və surəni başlayırıq oxumağa. Həmd və surənin tərcüməsini öz kanalımızda vermişik və gəlirik rukuya. Rukuda Subhanallah, Subhanallah, Subhanallah və yaxud Subhana Rabbiyəl azimi və bihamdi. Vaqiə surəsinin sonuncu ayəsində Fəsəbbih bismi rabbikəl azim, sən əzim Rəbbinin adı ilə təsbih de. Bu ayədən sonra biz o ayəyə cavab olaraq o əmri icra eləmək üçün deyirik Subhanə, pakdır, Rabbi, Rabbiyən, Subhanə Rabbiyəl azim, mənim əzəmətli Rəbbim pakdır, münəzzəhdir. Və bihamdi, və mən onun həmdi ilə məşğulam. Və yaxud Subhanallah sözünün də mənası budur. Allah Teala pak və münəzzəhdir. Hər cür Allaha yaraşmayan sifətlərdən, Allaha aid olmayan sifətlərdən pak və münəzzəhdir. Hətta Subhanallah sözü o qədər, Allahı pak bilmək o qədər əhəmiyyətlidir ki, Həzrəti Yunus balığın qarnında olanda o Allaha belə bir nida elədi. La ilahə illə ənt, səndən başqa ilah yoxdur. Subhanək, sən pak və münəzzəhsən. İnni kuntu minəz zalimin. Lakin mən özümə, mən zalimlərdən oldum. Öz qovmunu tərk edib getdiyinə görə Allah Teala ona dərs olsun deyə belə onu balığın qarnında qərarlaşdırdı. Bundan sonra Allah Teala buyurur ki, Saffat surəsinin 37-ci ayəsində buyurur ki, Fələv la ənəhu kənə minəl musəbbihin. Əgər o təsbih deyənlərdən olmasaydı, Allahı pak və münəzzəh bilməsəydi, o etiqadda olmasaydı, onu dilinə gətirməsəydi, ləlləbisə fi batnihi ilə yevmi yub'asun. O, həmin Yunus Peyğəmbər, həmin balığın qarnında qiyamət gününə qədər qalacaqdır. Görün nə qədər əhəmiyyətlidir Allahı pak və münəzzəh bilmək. Yoxsa Allaha aid olmayan əl, ayaq nisbəti vermək və yaxud Allah kürsünün üstündə oturub və s. belə sifətlərdən təbii ki, bizim Allaha verdiyimiz vəsflərdir bunlar. Bunlardan pak və münəzzəhdir. Allahı yalnız özünün vəsf elədiyi şəkildə və Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin, Əhl-i Beyt əleyhissalamın pak vəsf elədiyi şəkildə gərək biz də Allahı belə vəsf eləyək. Bəli, rukunun səcdəsi, zikri burada tamam oldu. Sağ olun.